Bakı kəndləri rubrikasında bu dəfəki səfərimiz qədim Türkan kəndinədir. Türkan haqqında söhbətə başlamazdan əvvəl videonu bəyənib kanala abunə olsaz sizə minnətdar olaram. İndi isə qaldığımız yerdən davam edirik. Xəzər rayonunun tabeliyində qəsəbə statusuna malik olan Türkan, Bakının 4 kəndi ilə şərqdən Zirə, şimaldan Qala, qərbdən isə Binə və Hövsan kəndləri ilə qonşudur. Abşeron yarımadasının şərqində yerləşən Türkan kəndinin cənub hissəsi Xəzər dənizi ilə əhatə olunub. Paytaxt Bakıdan 35 kilometr uzaqlıqda yerləşən Türkan, qədim tarixə, zəngin adət-ənənələrə malik bir yaşayış məntəqəsi hesab olunur. Tarixi mənbələr kəndin orta əsrlərdə, daha dəqiq 11-ci əsrin ortalarında Oğuz türk tayfalarının Mərkəzi Asiyadan Azərbaycana, eləcə də Abşeron yarımadasına köçündən sonra yarandığını deyir. Elə Türkan toponiminin mənası da türklərin yaşadığı yer anlamına gəlir. 18-19-cu əsrlərə aid bir çox arxiv materiallarında isə bu kəndin adına Türkənd və ya Türkkənd formasında təsadüf olunur. Elə 1796-cı ildə Rus səyyahı Drenyakinin yazdığı Şirvan təsviri əsərinin Abşeron hissəsində Türkanın adı məhz Türkənd formasında göstərilib. İstənilən halda toponimin tərkibindəki türk sözü bu kəndin Oğuz türklərinin Azərbaycana axın etdiyi zamanlarda yarandığına işarə edir. Bütün bunlar isə Türkan kəndinin orta əsrlərdə mövcudluğundan xəbər verir. Lakin kəndin yaxınlığında aşkarlanan bir çox nadir tapıntılar Türkan ərazisində eramızdan əvvəl də yaşayışın olduğunu təsdiq edir. Amma bu barədə bir qədər sonra. Türkanın Bakının ən qədim kəndlərindən biri olduğunu qeyd etdik. Bunu kənddə yerləşən tarixi abidələr də sübut edir. Belə tarixi abidələrdən biri də Türkan kəndində yerləşən İmam Hüseyn məscididir. Türkanın əsas ibadət evi sayılan İmam Hüseyn məscidi hicri tarixlə 1322-ci ildə kənd sakinlərinin şəxsi vəsaiti hesabına inşa edilib. Tikinti işlərinin aparılmasına xeyriyyəçi Nabat xanım Aşurbəyova da xeyli yardım göstərib. Hicri təqvimlə 1322-ci ilin miladi təqvimə çevirəndə ibadət evinin təxminən 1903-1904-cü illərdə inşa edildiyini görmüş olarıq. Lakin ibadət evinin əsas girişindəki lövhədə onun 17-ci əsrdə tikildiyi yazılıb. Bunun səbəbini öyrənəndə kənd sakinləri bildirdilər ki, 1903-1904-cü illərdə inşa olunmuş hazırki ibadət evi daha qədim bir məscidin yerində inşa olunub. Özü də bu hal ayrı-ayrı vaxtlarda düz 2 dəfə təkrarlanıb. Bununla belə sakinlər İmam Hüseyn məscidinin yerində daha əvvəl mövcud olmuş ibadət evlərinin daş kitabələrini qoruyub saxlayıblar və onlar məscidin divarına həkk olunaraq ibadət evinə daha da əzəmət qatırlar. Uzun müddət Türkan əhalisinə xidmət göstərən bu məscid 1930-cu illərdə totalitar Sovet rejiminin tələbi ilə qapadılıb. O dövrdə Sovetlər ibadət evini sökmək istəsələr də, kənd sakinləri buna icazə verməyib. Uzun müddət istifadə olunmadığına görə baxımsız vəziyyətə düşən Türkan məscidi Sovet imperiyasının zəiflədiyi vaxtlarda kənd əhalisi tərəfindən bərpa edilərək yenidən dindarların ixtiyarına verilib. 1987-ci ildə Türkan Cümə məscidinin yaxınlığında 2 böyük minarə də inşa olunub. Bugün əzəmətli görünüşü ilə Türkan kəndinə gözəllik qatan bu ibadət evi məscid kimi fəaliyyət göstərməklə bərabər Mədəniyyət Nazirliyinin balansına alınaraq tarixi abidə kimi də qorunur. Türkan kəndindəki digər bir ibadət evi isə İmam Hüseyn məscidindən bir il sonra, yəni 1904-1905-ci illər aralığında inşa olunmuş Bağlar məscidi hesab olunur. Bu ibadət evi Türkan kənd sakini Hacı Molla Seydəlinin nəvəsi Kərbəlayı Əbdülməhəmməd Hacı Məlik Məhəmməd Badükubeyi oğlu tərəfindən inşa olunub. Məscidin inşasında məqsəd yay aylarında bağlara köçən türkanlıların rahat ibadət etməsi olub. Çünki Türkan bağları ilə kəndin mərkəzi arasında xeyli məsafə olduğundan o dövrdə belə bir ibadət evinin tikilmə zərurəti yaranmışdı. Türkan Bağlar məscidi də 1937-1940-cı illər aralığında totalitar Sovet rejiminin qurbanı olmuş və bu dövrdə ibadət evi tamamilə yararsız hala salınmışdı.
müstəqillik illərində, daha dəqiq 2008-2011-ci illər aralığında Məşədi Məhəmməd İbrahim Hacı Məlik Məhəmməd Baduçubeyi oğlunun nəvələri Hacı İbrahim və Hacı Rafiq Bağlar Məscidini əvvəlki görünüşünü qorumaqla yenidən bərpa etdiriblər. Hazırda Bağlar Məscidi Türkanın iki ibadət evindən biri olmaqla bərabər tarixi abidə əhəmiyyəti də daşıyır. Bağlar Məscidindən qaydanda yolda qəribə bir tikili gördüm. Sonradan öyrəndim ki, bura bir vaxtlar kənddə yaşamış və böyük hörmət sahibi olmuş Pirəli Babanın türbəsidir. Buradakı türbədə Pirəli Babanın və onun iki müridinin məzarları yerləşir. Türkanlılar günü bu gündə buranı müqəddəs məkan hesab edib ziyarətə gəlirlər. Pirəli Baba türbəsinin yaxınlığında yerləşən tut ağacının bu tikili inşa olunduğu vaxtlarda əkildiyi ehtimal olunur. Kənd əhalisi arasında belə bir inanc var ki, kim dilək tutub bu ağaca parça bağlasa, onun arzusu tez bir zamanda yerinə yetər. Türkan əhalisinin müqəddəs hesab etdiyi məkanlardan biri də Seyid Rıza Ağa ziyarətgahıdır. 1874-cü ildə Cənubi Azərbaycanın Xalxal şəhərində doğulan Seyid Rıza 1918-ci ildə Bakıya pənah gətirib. Elm sahibi və irfan əhli olan Seyid Rıza Ağa uzun müddət Bakının Türkan kəndində yaşayıb. 1968-ci ildə dünyadan köçdükdən sonra Türkan kəndində dəfn edilib. 2008-ci ildə Türkan kənd sakini Zakir Zahidoğlu öz şəxsi vəsaiti hesabına Seyid Rıza Ağanın məzarının üzərində türbə inşa etdirib. Sözgedən türbə bugün türkanlıların ən çox ziyarət etdiyi məkanlardan biridir. Ziyarət demişkən, Türkanda ən çox ziyarət edilən məkanlardan biri də Əli Ayağı qədəmgahıdır. Düzünü desəm, Türkan kəndində Əli Ayağı qədəmgahının olduğunu bilmirdim. Türkanlılar bu ərazidə yerləşən qayanın üzərində Həzrəti Əli əleyhissalamın ayaq izinin və atının ləpirlərinin olduğuna inanırlar. Uzun illərdir buranı inanc yeri hesab edən türkanlılar ərazidə ziyarətgah da inşa ediblər. Əli Ayağı ziyarətgahından uzaqlaşıb yollandıq Türkan kurqanlarının olduğu əraziyə. Düzünü desəm, Türkan kurqanları haqda eşitmişdim, amma bu qədər böyük ərazini əhatə etdiyini bilmirdim. Türkan kəndinin kənarında yerləşən bu kurqanların bəziləri erkən Tunc dövrünə, bəziləri isə son Tunc dövrünə aiddir. Eramızdan əvvəl 4-cü minilliyin sonlarından 2-ci minilliyin ortalarına kimi uzun bir tarixi dövrü əhatə edən kurqanlar nəinki Türkan kəndinin, bütün Azərbaycanın ən qədim tarixi tapıntılarından biri hesab olunur. Kurqanlardan əlavə ərazidə qayaların üzərindəki araba izləri, ibtidai insanların həyat tərzinə əks etdirən maddi mədəniyyət nümunələri qədim dövrlərdən bəri Türkan ərazisində insan məskənlərinin olduğunu təsdiq edir. Kurqanlar və ərazidəki digər maddi mədəniyyət nümunələri Türkan kəndində 5000 il bundan əvvəl yaşayışın olmasına işarə edir. Kurqanlardan qaydanda yolüstü Türkan qəbristanlığına baş çəkdim. Qəbristanlığın girişində əslən türkanlı olan xalq artisti xanəndə Ağaxan Abdullayevin məzarına rast gəldim. Bir qədər aralıda Türkan kəndinin 1-ci Qarabağ müharibəsində şəhid olmuş oğullarının məzarları yerləşir. Onu da qeyd edim ki, Bakının Türkan kəndi 1-ci Qarabağ müharibəsində ondan çox şəhid verib. Türkan kəndinin 44 günlük Vətən müharibəsində də şəhidi var. Türkan qəbristanlığının dərinliklərinə getdikcə daha qədim məzarlara, yaşı 100 illərlə ölçülən qəbirlərə rast gəldim. Burada elə məzarlar var ki, onların təqribi yaşının 400-500 il olduğunu təxmin etmək mümkündür. Qəbristanlıqda ən çox diqqətimi çəkən isə bu Sərdabə oldu. Bir vaxtlar Bakı kəndlərində məşhur olmuş Sərdabə tipli qəbirlərdə dəfn olunanların sümükləri sonradan Məşəd və Kərbəla kimi müqəddəs ziyarətgahlarda dəfn olunub. Türkan qəbristanlığının yaxınlığında belə bir memorial abidə kompleksi var. Bu abidə 2-ci Dünya müharibəsində həlak olan türkanlıların xatirəsinə ehtiram əlaməti olaraq ucaldılıb. Türkandan danışıb bu kəndin əhalisindən danışmamaq yəqin ki günah olar. Kənd orta əsrlərdə formalaşsa da, Türkan əhalisi ilə bağlı ilk rəsmi sənəd 1813-cü ilin 30 aprelinə aiddir. Həmin sənəddə göstərilir ki, 1813-cü ildə Türkan əhalisinin sayı 30 nəfər olub. Amma bu sənəddə yalnız vergi ödəyən şəxslərin sayı qeyd olunub.
3 il sonraya, yəni 1816-cı ilə aid Abşeron yarımadasında əhalinin siyahıya alınması kameral təsvir kitabında isə göstərilir ki, həmin il Bakının Türkan kəndində 14 yaşayış evi və bir məscid olub. Həmin sənədə əsasən deyə bilərik ki, 1816-cı ildə Bakının Türkan kəndində 61 kişi, 25-i qadın olmaqla 86 nəfər əhali yaşayırdı. 1859-1864-cü illəri əhatə edən Bakı quberniyasında əhalinin siyahıya alınması kameral təsvir kitabında isə göstərilir ki, həmin illərdə Bakının Türkan kəndində 127 yaşayış evi və bir məscid olub. Həmin sənədə əsaslanıb deyə bilərik ki, 1859-1864-cü illərdə Türkan kəndində 332 kişi, 290-ı qadın olmaqla 622 nəfər əhali yaşayıb. O dövrlərdə türkanlıların əsas məşğuliyyəti maldarlıq, qismən də əkinçilik olub. Daha sonraki dövrləri əhatə edən 1879-cu il siyahıya alınmasında Türkan əhalisinin ümumi sayı 800, 1886-cı ildə 1129, 1897-ci ildə 1148, 1902-ci ildə isə 1492 nəfər olub. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Türkan kəndinə müxtəlif yerlərdən köçlər baş verib və kənddə yeni məhəllələr salınıb. 1960-cı ildə isə Türkana qəsəbə statusu verilib. Müstəqillik illərində daha da böyüyən Türkan qəsəbəsi nəinki Bakı və Abşeronda, ümumilikdə Azərbaycanda adla sanla tanınır. Hazırda Bakının Xəzər rayonunun tərkibində qəsəbə statusuna malik olan Türkanda rəsmi qeydiyyatda olan əhalinin sayı 12771 nəfərdir. Qeydiyatsız yaşayanları da nəzərə alsaq, Türkan əhalisinin sayının 20 min nəfərə yaxın olması ehtimal olunur. Türkan kəndi həm də vətənimiz Azərbaycana neçə ziyalılar, incəsənət xadimləri, tanınmış şəxsiyyətlər bəxş edib. Azərbaycan Respublikasının xalq artisti xanəndə Ağaxan Abdullayev, tanınmış tarzən xalq artisti Zamiq Əliyev, yazıcı publisist Ənvər Əlibəyli, yazıcı dramaturq Əzizə Əhmədova, tanınmış jurnalist Fazil Rəhmanzadə, uzun illər Azərbaycan Dövlət Televiziyasında rejissor kimi fəaliyyət göstərən Ramiz Əliyev məşhur türkanlıların sadəcə bir neçəsidir. Ümid edirəm qədim Türkan kəndi haqqında hazırladığımız bu video araşdırma xoşunuza gəldi. Əgər belə video araşdırmaları davamlı şəkildə hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.